Dahi rəhbər Heydər Əliyevin 102-ci il dönümü Bərdə şəhərində də müxtəlif tədbirlər və toplantılarla qeyd olunub. Şəhərin Heydər Əliyev adına mərkəzi parkında bu böyük şəxsiyyətin anım günü ilə əlaqədar ənənəvi 6-cı kitab günü keçirilib. Heydər Əliyevin ən böyüklüyü mənim nəzərimdə xalq məhəbbəti qazanmalıdır. Məsələn, biz nəsil cavanlığımızda rəsmi şəkildə Yoldaş Əliyev deyilir. Amma o dövrdə biz yaşlı adamlar kişi buradan geldi, kişi oradan gitti, kişi bunu dedi, kişi bunu da Azərbaycanda da kişi məhbubu nədir? Nöyzən billah Allah'tan sonra kişidir. Yani o cinsiyet mensubiyyətindən çıxır, ali bir rütbə olur. Sonra orta nəsil böyle hörmətli adamlar deyirəm. Bizim Heydər deyərdi. Biz təbii ki, rəsmi adamlardıq, Yoldaş Əliyev deyirdik. Amma belə o vaxtdan hələ. Sonra da dövləti, xalqı da qorudu, dövləti də saxlamağa bacardı, əslində dağılmışdı. Qurdu verdi bizə. Çox şükürlər olsun ki, möhtərəm prezidentimizə onun vəsiyyəti qoyduğu ideologiya əsasında gəldi dövlətimizi, indi Allaha şükür. Görürsünüz, özümüzdən 20 dəfə, 30 dəfə böyük dövlətlərin barışmasıyla məşğuluq. Sözümüz keçir, tanınırıq. Kitab sərgisində müxtəlif idarə və təşkilatların topladıkları hədiyyəli kitablar oxuculara təqdim edilmək üçün nümayişə çıxarılır. Biz həmişə kimi bu il Milli Dil olmasının 102-ci il dönümünə qədər ənənəvi 6-cı kitab bayramı keçiririk. Biz bu gün Heydər Əliyevin işığına yığışmışıq. Bu günləri 4000-dən artıq kitab paylanıb, ədəbiyyat, qanunlar, tarixi kitablar. Bunu gənclərə veririk ki, pay veririk ki, onlar kitablardan bəhrələnsinlər. Ulu Öndərin ideyalarını həyata keçiririk. Allah ona rəhmət eləsin. Tədbirdən öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra dövlət himnimiz səsləndirilib. Toplantıda çıxış edənlər bu günün əhəmiyyətindən, ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin təhsilə və kitaba verdiyi dəyərdən söhbət açıblar. Sözsüz ki, çox təqdirə layiq bir gündür, əhəmiyyətli bir gündür. Ümummilli liderimizin anadan olmasının münasibətilə keçirilən bu tədbirdə gənc nəslimizin nümayəndələrinə kitab hədiyyə edilməsi, Bərdə rayon Ağsaqqallar Şurasının təşəbbüsü ilə belə bir tədbirin keçirilməsi olduqca təqdirə layiqdir. Mən arzu edirəm ki, bu ənənə elə bütün respublikamızı əhatə etsin, hər rayonumuzda bu cür tədbirlər keçirilsin. Ümummilli liderimiz elmə, təhsilə mühüm dəyər verən bir insan idi. Və onun doğum günündə gənc nəslin nümayəndələrinə kitabların hədiyyə edilməsi, onların gələcəkdə intellektual səviyyədə yetişməsində çox tədbirə layiq bir hal olacaqdır. Mən Bərdə rayon Ağsaqqallar Şurasına təşəkkür edirəm ki, artıq 7 ildir ki, bu ənənəni davam etdirir və çox gözəl tədbirlər həyata keçirilir. Mən də bir vətəndaş kimi, bizim şura üzvləri bir vətəndaş kimi onu dəyərləndirib bunu bayram kimi qəbul etmişik, hər ildə keçirdəyik. Ulu Öndərin apardığı siyasətin nəticəsidir ki, bu siyasəti uğurla davam etdirir. Cənab Prezidentimiz dəmir yumruq ilə, cəsarəti ilə dünyanın apardığı 300 illik siyasəti İngilisin, Farsın, Rusun, Fransızın siyasətini 44 günə məhv elədi. Bütöv Azərbaycan elədi bizi. Bizi birləşdirdi, bizi ağ günə çıxartdı. Biz Ulu Öndərin siyasəti nəticəsində ağ günlərdə yaşayırıq, xoşbəxt günlər yaşayırıq. Bu günlərin biz qədrini bilməliyik. Yeni Azərbaycan Partiyasının ətrafında bütün xalqımız birləşməlidir. Birləşməlidir ki, dövlətimiz daha güclü, daha qüdrətli olsun. Bərdə rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə təşkil olunan tədbirdə 3000 nəfər kitab sevərə dünya və Azərbaycan klassiklərinin əsərləri, uşaq ədəbiyyatından nümunələri əks etdirən 3600-ə qədər kitab hədiyyə edilib. Ulu Öndər Heydər Əliyev Azərbaycan üçün, Azərbaycan xalqı üçün tarixi fəaliyyətlər göstərib, tarixi işlər görüb və o bütün ömrünü, bütün həyatını demək olar ki, Azərbaycana, Azərbaycan xalqına həsr edibdir. Allah Ulu Öndərimizin ruhunu şad eləsin və bu kitab günü bayramında qeyd olunması tarixi bir hadisədir. Çünki Ulu Öndər Heydər Əliyev hər zaman elmə, təhsilə, kitaba
belə deyək, yüksək qiymət vermişdir, böyük qiymət vermişdir və onun xatirəsinə də, onun adına da belə bir tədbirin keçirilməsi çox təqdirə layiq haldır. Mən Bərdə rayon Ağsaqqallar Şurasının bu təşəbbüsünü alqışlayıram. Ulu Öndərimizin 102-ci ilində həsr olmuş bu bayramda biz kitab günü deyirik. Bu bayramda bütün bərdələrimizi mən təbrik edirəm və bir böyük arzum vardı ki, Allah qismət eləsin. Bu bayramımız 10 illərə davam eləsin və biz ağsaqqallar bu bayramlarda iştirak eləyək, xalqımızla bir yerdə olaq. Biz də Qərbi Azərbaycan icması olaraq bu tədbirə qoşulmuşuq, tədbirdə iştirak edirik. Bizim deməli kitab sərgi stolumuzda bizim kitabların əksəriyyəti Qərbi Azərbaycandan bağlıdır və Qərbi Azərbaycandan olan yazarlarla bağlı kitablar paylanılır və orada Heydər Əliyevlə bağlı çox kitablar da var. Yəni biz bunu elə belə demirik. Yəni Qərbi Azərbaycanlılar bilir ki, bu günləri Qərbi Azərbaycana qayıdış konsepsiyasının əsasını Heydər Əliyev qoymuşdur. Belə ki, bizim hələ yadımızdadır ki, Ağcagənd kəndində Heydər Əliyev çıxışı zamanı o bizə demişdi ki, vaxt gələcək ki, siz Qərbi Azərbaycana qayıdacaqsınız. Və bu gün də biz bunu görürük. Belə ki, 44 günlük müharibədən sonra Ali Baş Komandan necə ki, Qarabağı bütün Azərbaycanlılara qaytardı və biz ümid edirik ki, biz Qərbi Azərbaycana da qayıdacağıq. Tədbir ürəkləri oxşayan mahnıların ifası ilə davam etdirilib. Elgiz Mahmudov, Şaban Cəfərov, Bərdə.